Allah ağacı vurarsan səmtinə yığılır. Bu indi bizim Azərbaycan xalqında belə bir adətdir, ənənədir. Çox yaxşı da adətdir ki, bu da axır vaxtlarda ayrılmışıq. Bir-birimizi istəyir, qabaq bir-birimizi belə istəmirik. Mən həmişə bu söz yadıma düşəndə ermənilərə təşəkkür edirəm. Onlara təşəkkür edirəm. İnsan olsun olar ki, bizə aiddirlər. Biz indi bir-birimizin verdik. Yox, yaxşı oldu. Niyə sağ olmasınlar? Sağ olsunlar ki, bizə aiddirlər. Amma mən əlbəttə əvvəl başdan öz kəndimə borçluyam. Meştağallara borçluyam. Ne üçün? Laf uşaq vaxtından, 12-13 yaşından mən bu sənətə məktəbdə gedərdim pulva. Orada ya oxuyardım, ya oynayardım, ya parçalardım, ya nə müziklər. Bax, belə bu musiqiyə gəlib uşaqlıqdan həvəs olsun musiqiyə. Bu da məndə uşaqlıqdan vardı. Eyni zamanda da kəndliləri məni hələ bu toyda oxutdulardılar. Bu toyda yanından bir çaldırardılar. Belə həvəsləndirərdilər. Bu birinci minnətdaram öz kəndimə. Bu hara getsəm, harada olsam, nə olsam, mənə deyirlər ki, hara alsan, bilmirəm Bakılı, deyirəm Meştağalı. Meştağalıyam da qutardılar. Meştağalı bütün dünyada tanıyırlar.